Elnurə müəllimə. Ə, Başlayaq müsahibə mərhələsi ilə bağlı. İlk olaraq hər birinizi təbrik etmək istəyirəm ki, test mərhələsini uğurla keçmisiniz, müsahibə mərhələsinə hazırlaşırsınız. Əslində müsahibə ilə bağlı məlumata keçməmişdən əvvəl istəyirəm ki, özüm haqqında sizə məlumat verim. Mən Elnurə Kəzimova, hal-hazırda informatika müəllimi olaraq çalışıram. Özüm də IT-də təlimçi olaraq fəaliyyət göstərirəm və bir sıra şirkətlərdə. Həmçinin də Google sertifikatlı pedaqoqam, ICD sertifikatlı bunun müxtəlif dərəcələri var ki, beynəlxalq pedaqoqam və bununla bərabər kurikulum təlimçisiyəm, test müəllifiyəm. İndi isə istəyirəm ki, sizə müsahibə mərhələsi ilə bağlı məlumat verim. Müsahibə mərhələsi əslində bəzi müəllimlərin biraz ünsiyyət zamanı qorxduğu bir hissədir. Bir tərəfində bəzi müəllimlərimizə çox rahat gəlir. Amma istəyirəm ki, hansı bölmələrdən ibarətdir, bu haqda məlumat verin. Bir də məndən xahişim odur ki, səsinizi bağlı saxlayasınız. Biraz səslər qarışmasın. Bölmələrimiz nədən ibarətdir? Ümumiyyətlə, mən bu gün sizə müsahibə mərhələsi haqqında biraz geniş məlumat verəcəm. Özünüzü necə təqdim etmək lazımdır, bu haqda qeyd edəcəm. Mövzunu təqdim etmə bacarığı, ünsiyyət bacarığı, pedaqoji prosesi təşkil etmə bacarığı, təhsil alanları qiymətləndirmə bacarığı, metodika və icmalar üzərində işin təşkil hissələrindən ibarətdir. Biz hər birimiz bu hissələri yaxşı bilməliyik ki, bizim imtahan balımız da yüksək olsun. İmtahan balımız maksimum 40 baldır burada. Bəzən müəllimlər düşünür ki, mən özümü yaxşı təqdim etdim, suallara yaxşı cavab verdim, niyə mənim balım az olur? Bəzi müəllimlər də düşünür ki, nə qədər çox sual verilsə, o qədər imtahan balımız yüksək olacaq. Əslində belə deyil müəllimlər, onların da özlərinin xüsusi meyarları var ki, buna əsasən sizi qiymətləndirirlər. Bir də ki, bəzən olur ki, yəni imtahanda düşünürlər ki, kəsilib kəsilməmək kimi məsələlər var ki, bəs müsahibə mərhələsindən kəsilmir. Amma bəzən belə deyək, müsahibədə 20 dəqiqə, 5 dəqiqədən 20 dəqiqə arası, bəzən isə daha qısa olur. Şəxsən mənim özümdə müsahibə mərhələm keçən il 3 dəqiqə çəkdi. Amma ki, mən bu arada 5-6 sual cavablandırdım sürətli şəkildə. Yəni, bu da olur. Heç özüm bilmədim ki, necə başladı, necə bitdi. Bəzən isə 20 dəqiqə vaxt sərf olunur və 20 dəqiqəyə onlar istəyirlər ki, sizdə müxtəlif suallara cavab almaqla sizə bal versinlər. Yəni, belə deyək də, keçiddə 20 bal olduğu üçün istəmirlər ki, heç bir müəllim kəsilsin. Bu zaman müəllimdə hansı düşüncələr yaranır, müəllim imtahan stresinə düşür. Mənim isə dediyim isə odur ki, imtahanda, burada qeyd eləmişəm, özünü təqdim etmə bacarığı, ünsiyyət və s. Bunların hər birisi yeri yerində olduqda sizin müsahibəniz də daha tez bitir və özünüzü daha rahat hiss edirsiniz. Çünki onlar nəyə nəzərə alırlar, nəyə diqqət yetirirlər. Bu haqda danışım biraz. Yəni müsbət müəllimlərdə gözlədikləri gözləntilər nədən ibarətdir? Bu barədə deyim. İlk olaraq müəllim özünü düzgün formada təqdim etməlidir. Yəni bəzən müəllimlərimiz təqdim edərkən müəyyən bir I səslərindən istifadə edir və yaxud da ki, özünü düzgün təqdim edə bilmir və yaxud da təqdim etməyə deyirlər ki, qısa 3 cümlə ilə özünüzü təqdim edin, bunu da soruşurlar. Bəzən müəllim başlayır, belə deyək də, doğum tarixindən, məktəbdən başlayaraq, cümlələri biraz uzadaraq, artıq bu da sizin fikrinizi özünüzü təqdim etmədə kəsirlər. İcazə vermirlər və yaxud da rusca və yaxud da ingiliscə olan sözlərdən istifadə edilir. Ola bilər ki, bizim gündəlik həyatımızda belə istifadə edə bilirik və yaxud da ki, müxtəlif regionlara görə müəyyən bir şifrələrimiz var, bunlardan istifadə edirik. Bunlar yol verilməzdir. Buna görə də balımızdan azaldırlar. Bununla bərabər müəllimlər icmal təqdim edir və icmal təqdim edən zaman xahiş edirəm müəllimlər, səslərimizi bir dənə bağlı saxlayaq, müəllimlər bizi də deməli, icmal təqdim edən zaman müəllimlərin ən böyük etdikləri yanlışlardan biri nədən ibarətdir? Müəllimlər internetdə, belə deyək, hazır o şəkildə olan icmalları alırlar ki, müəyyən qədər buna vaxt sərf etməsinlər və eyni icmallar, mütəfiq vəsaitdən götürülmüş icmallar təqdim olunur.
Və nəticə etibarilə nə olur? Çünki onlar bir gün ərzində nə qədər müəllimi müsahibə edirlər. Və bilirlər ki, bu həm metodik vəsaitdən alınıb, bunu siz yazmamısınız. Onlar sizin yazdığınız öz şəxsi məhsulunuzu istəyirlər sizdən və bunu da təqdim etməyəndə, izah edə bilməyəndə müəllimlərdə çətinlik yaranır. Mən nə deyirəm? Məsələn, deyəcəksiniz ki, müəllimə, bəs siz icmalları təqdim etmirsinizmi? Mən icmal təqdim edən zaman bir icmalından 4-5 müəllim istifadə edə bilir. Çünki bunun həmin mövzuya uyğun motivasiyası olur, rəyi olur, qiymətləndirməsi olur, fəaliyyətləri olur və müəllimlərdən bunu özlərinin necə təqdim etmələrini istəyirəm özlərindən. Və hətta elə suallar verirəm ki, məsələn, bunu məsələn deyir ki, qrupla işdən istifadə olunur. Müəllim nə edir? Orada sual verirlər. Deyir, qrupla olmasaydı, siz şagirdlər diferensial olaraq yanaşsaydınız, necə edərdiniz? Müəllim artıq burada dayanır. Çünki özü yazmadığı üçün müəyyən çətinlik çəkir. Amma ki, özünün təqdim etdiyi və yaxud da mənim təqdim etdiyim müəllimlərdən istədiyim, sonra özünü təqdim etmələri üçün istədiyim icmallarda biraz fərqli olur. Həm də ki, yenilikçi İKT-yə əsaslanıram. Burada, yəni özümü də təqdim edəndə yəqin ki, biraz məlumat verdim. Müəllimlərdən müxtəlif dərs mühitində fərqi yoxdur. İnformatika müəllimi olmasın, digər ixtisas müəllimləri olsun. İnteqrasiyalarına diqqət yetirirlər, İKT resurslarından istifadə etmələrinə diqqət yetirirlər, diferensial yanaşmaya diqqət yetirirlər. Tutaq ki, qrup işi olmasın, diferensial yanaşın, necə edərsiniz? Konstruktiv rəylərə keçən il daha çox diqqət yetirdilər. Və bunlara hazırlıqlı olmalıyıq ilk öncədən. Ona görə də mən dərsləri indidən başlatmışam ki, müəllimlər müəyyən qədər faydalansınlar. Gəlin baxaq müəllimlər, burada hansı hissəyə bircə dəqiqə keçək. Özünüzü təqdim etməklə də bağlı deyəcəm. Biraz müsahibə mərhələsi ilə bağlı müəyyən bir meyarları nəzərə çatdırmaq istəyirəm. Bizim qiymətləndirməmizin 5 əsas meyarı üzərindədir. Bunlardan əsasən nəyə diqqət yetirməliyik? Ünsiyyət bacarığımıza diqqət yetirməliyik. Proqram üzrə mövzunu təqdim etmə bacarığına. Şəxsən mənim özümdə mənə hazır icmal özüm üçün ayrı hazırlamışdım, müəllimlərdən fərqli olaraq. Proqramlaşdırma mövzusunu ədəbiyyat dərsi ilə Nizami Gəncəvinin əsəri ilə əlaqələndirmişdim. Çox da fərqli olaraq hazırlamışdım bir dənəsini. Sadəcə olaraq məndən istəmədilər. Onu məndən istəyən bir müəllimə göndərmişdim mən son günü. Ona bir dənə icmalına qulaq asaraq bal vermişdilər. Amma mən nə qədər istədim, məndən icmalımı tələb etmədilər. Sadəcə olaraq özümü təqdim etdim, bir də suallara cavab verdim. Proqram üzrə mövzunu təqdim etmə bacarıqları, təhsil alanları qiymətləndirmə bacarıqları bu hissə də çox önəmlidir. Çünki əvvəllər meyarlar əsasındaydı, 4 səviyyəli meyar əsasında qiymətləndirirdik. İndi bəzi müəllimlər düşünəcək ki, bizim 4 səviyyəli meyarımız artıq yoxdur müəllim. Bizim konstruktiv rəyimiz var. Müəllimlər, konstruktiv rəy hissəsini biz şagirdin gündəliyinə yazırıq. Amma biz meyarları şagirdləri fəaliyyətə cəlb etməmişdən öncə onların nəzərinə çatdırırıq. Yəni, həm onu bilməliyik, həm də digərini bilməliyik ki, digərini konstruktiv rəyi şagirdin gündəliyində yazırıq. Yəni, bunlara çox diqqət yetirirlər. Bir də motivasiya hissəsinə diqqət yetirirlər. Bəzən isə yəni ilk günlərdə müəllimlərə deyirlər ki, bizim 4 mövzumuz olur. İstəyirlər ki, hansı mövzunu istəyirsiniz, təqdim edin. Bəzən isə özləri bir başqa mövzunu təqdim etmələrini sizdən istəyirlər. Yəni, siyahıda olan mövzulardan söhbət gedir. Yəni, kənar bir mövzu deyil. Bir də ki, müəllimlər, balların hesablanması, əmsala görə ballar necə hesablanır? Mövzunu təqdim etmə bacarığı fikir verirsinizsə ən yüksək balla qiymətləndirilir. Çünki mövzunun içərisində bir qiymətlendirmədir. Bizim təlim nəticələri, keçən il ən çox müəllimlərə verilən sual, dərsin məqsədi ilə təlim nəticəsi fərqli anlayışdırmı? Müəllimlərə bu sualı verirdilər ən çox. Bir də ki, günlərə görə suallar dəyişir. Təhsil alanları qiymətləndirmə, buna çox üstünlük verilir, özünü təqdim etmə, pedaqoji prosesi təqdim etmə, bir də ünsiyyət bacarığına görə belə deyək, qiymətləndirilir. Nəyə diqqətli olmaq lazımdır? Bu 5 istiqamətdə, yəni bu 5 meyar üzrə müəllimləri qiymətləndirən zaman biz əsasən bunların da xüsusi özünün belə deyək, hansından uğur əldə etmək üçün mənim özümün qeyd etdiyim
xüsusi hissələr var ki, bunu qeyd edirəm. O zaman müəllimlərin həm balı yüksək olur, həm də ki, imtahan uğurla keçmiş olur. Yəni ən çox diqqət etdikləri hissələr nələrdir? Bunlara baxırlar. Suallar isə iki istiqamətdə verilir ən çox. Biri pedaqoji prosesi təşkil etmə məsələləri üzərindən verilir. Yəni dərsin idarə edilməsi ilə bağlı və hətta bunun içərisində şagirdlərin psixoloji vəziyyəti ilə bağlı ən çox suallar verilir. Bir də valideynlərlə, müəllimlə valideynin əlaqəsi üzərindən müəllimlərə suallar verilir. Bir də nəyə diqqətli olaq müəllimlər? İndi növbəti dərslərdə bu barədə həm suallar verərək, həm də sizlər dinləyərək sizin də fikirlərinizi dinləmək xoş olardı əslində. Bu barədə suallar verəcəm. Valideynlə əlaqə, şagirdlərin qiymətləndirilməsi və yaxud da müəllim sinifə daxil olarkən, məsələn, keçən il mənim özümə verilən bir sıra suallar üzərindən verim sizə. Tutaq ki, hansısa bir sinifə daxil olursunuz, şagirdlərin göstəriciləri zəifdir, bu halda hansı addım atarsınız? Qiymətləndirmədən sonra şagirdlərin söhbət KSG-dən gedir, şagirdlərin qiyməti aşağıdır, bütün demək olar ki, sinifin çoxunun. Bu zaman hansı addım atarsınız? Valideynə şagirdlərin nəticələrini necə təqdim edərsiniz? Bu tipli suallar çox verilir və bu 3-4 sualın içərisindən bir sıra suallar çıxarılır ki, təkrarlanmasın. Məsələn, səhər imtahana müsahibəyə gedən müəllimlər var, günorta gedən müəllimlər var və bunlarla suallara eynilik təşkil etmirlər və hətta bəzi suallar eyni istiqamətli olsa da suallar fərqli olaraq verirlər. Və müəllimlər də bu halda biraz özlərini itirirlər. Çünki düşünürlər ki, səhər verilən sual günorta növbəsində verilə bilər. Bunu da etmirlər artıq. Yəni keçən ildən artıq bunu etmirlər. Bunda da diqqətli olaq. Amma bütün suallar üzərindən gedəcək. Neçə illər imtahana düşən suallar üzərində gedəcək. İndi isə istəyirəm ki, müəllimlər, sizlərə belə bir sualla müraciət edim. Telefonlarınızın kamera hissəsindən kör edərək bir dənə zəhmət olmasa bu sualı cavablandırın. Müsahibə mərhələsində uğurlu olmağın sirləri nələrdir? Bəs belə deyək, siz özünüz müsahibə mərhələsində uğurlu olmaq üçün nə etməlisiniz? Mənim qeyd etmədiyim nələrin olmasını və yaxud da nə edərdiniz ki, müsahibədə uğurlu olardınız? Bu sualı zəhmət olmasa cavablandırın. Narahat olmayın, kimlərin hansı cavabı verdiyi ilə bağlı orada yəni ad olaraq əks olmayacaq adınız, amma cavablarınız əks olunacaqdır. Başlayaq müəllimlər. Bir dəqiqə kimi sizlərə vaxt verim. Qısa olaraq şərh edə bilərsiniz. Mən də sizin cavablarınızı oxuyacağım. Bir daha istəyirəm təkrarlayın müəllimlər. Müsahibə mərhələsində uğurlu olmağın sirləri nələrdir? Nə edərdiniz ki, müsahibə mərhələsində uğurlu olardınız? Qısa, konkret, söz birləşməsi şəklində cavablandırardınız. Yəni uzun cavab yazmağın ehtiyac yoxdur, narahat olmayın. Buyurun. Mahirə müəlliməm. Bir saniyə ekrana yenidən paylaşım edim. Tamam. Paylaşıram. Suallarımızı baxaq görək cavablandıran varmı? Görək cavablandıran varmı suallarımızı? Hələ ki bizdə iki müəllimimiz cavablandırıbdır. Müəllimlər istəyirsiniz körü qrupa yönləndirim istəyirsinizsə, yəni hə, bir dənə qrupa yönləndirin. Zəhmət olmasa telefonla müəllimlər kamera hissəsindən oxudaraq keçid edərək səhifəyə sual cavablandıra bilərsiniz.
Bir də müəllimlərdən bir xahişim olacaqdı. Bir könüllü bir müəllimimiz özünü təqdim etməsini istəyəcəm müəllimlərimizdən. Narahat olmayın, mən dəstək olacağam sizlərə. Qısa yolunu özüm deyəcəm və bir də ki, sizdən özünüzü təqdim etməyinizi istəyəcəm. Müəllimlər, cavablandırırsınızmı? Tamam, artıq üç müəllimimiz cavablandırdı. Siz bunu cavablandırın. İstəyirəm ki, bir könüllü bir müəllimimizdən bu sualın cavabını verməyini istəyirəm və bir də sizin cavablarınızı oxuyacağam. Artıq açıb söz buludu şəklində sizin cavablarınızı oxuyacağam. Kim cavab vermək istəyir müəllimlər bu suala? Olar, mən cavab verim. Buyurun, buyurun. Mən diqqətlə sualları dinləyərdim. Hı -hı. Diqqətlə sualları dinləyərdim və cavab verərdim. Yəni sualları əsas biraz Belə həyəcan. deyək. Belə deyək, bircə dəqiqə. Bizim sualımızı cavablandıran kim idi? Aygün xanım, siz idiniz sual cavablandıran. Bəli, bəli. Aygün xanım, belə deyək, sualı diqqətlə dinlədik, cavablandırdıq. Sadəcə olaraq biz artıq əmin ola bilmirik ki, onlar bizə yüksək qiymət yazacaqlar, yoxsa ki, aşağı qiymət verəcəklər. Məsələ bundadır. Mənim verdiyim sual ondan ibarət idi ki, biz orada nə etməliyik ki, artıq bizim, belə deyək, həm qiymətimiz yuxarı qiymət olsun, həm bizə əlavə suallar verilməsin, müsahibəmiz daha uğurlu olsun. Məsələn, siz nə edərdiniz? Əlavə etmək istədiyiniz hissələr var? Buyurun. Əgər sual veriblər, sualımdan razı qalmasalar, mən məsəl deyərdim ki, çalışaram, bunu bilmirəm, amma çalışaram ki, bunu öyrənim. Yəni, cavablarını belə verərəm də. Əgər sualından razı qalmasalar, yox, düz demədin, səhv dedin, deyərəm ki, çalışaram ki, bunu öyrənəcəm. Yəni, öyrənəcəm də. Onu belə deyək, Aygün xanım. Əslində, bax, o sizin dediyiniz sualını cavablandırdığınız, yaxşı belə bir cavab verdiniz. Niyə görə deyirəm? Biri var ki, müəllimlər işə qəbulunun müsahibə mərhələsi, bir də var sertifikasiya hissəsi. Müəllimlər işə qəbulunda, müəllimlər ilk dəfə yəni işə qəbul olduqları üçün belə bir cavab verməkləri əslində doğrudur. Yəni, mən özüm də deyirəm, istiqamətləndirmək üçün. Amma sertifikasiya müəllimləri üçün sinifin idarə etməsi olsun, şagirdlərin psixoloji vəziyyəti, valideynlərlə əlaqədə, icmallarda biraz bu cavabı verilməsi biraz bizə negativ hallar yarada bilir. Bu zaman onlar daha çox suallar verirlər. Ümumiyyətcə, yenə dediyim kimi, hər hissənin özünün cavablandırma metodları var ki, biz bunu etməliyik. İstəyir, yəni özümüzü təqdim etmə olsun, istəyir digərləri. Verdiyim də bununla əlaqəli idi. Necə ki, qeyd elədiyim kimi, valideynlərlə əlaqə. Valideynlərlə əlaqə sadə bir metod deyim. Tutaq ki, deyirlər ki, əgər valideyn, şagirdin, yəni övladının qiyməti ilə razılaşmasa nə edərsiniz? Baxın, bu sual cavablandırın, zəhmət olmasa mənə. Əgər valideyn şagirdin, yəni evladın qiymətindən razılaşmırsa, mən onu dərsə dəvət edərəm. Deyərəm ki, gəl bir dərs ya da 2 dərsdə otur. Yəni, şagirdin xəbəri olmadan, yəni gəl dərsdə otur ki, baxsın görə onun evladı necə cavab verir. Onda Aygün xanım, sizə belə bir sual verim. Biraz sualın içindən sual çıxartmağı xoşlayıram. Bəs desələr ki, valideynin vaxtı yoxdur. Valideyn məktəbə gələ bilmir. Bu zaman nə edərsiniz? Valideynin vaxtı yoxdur. Bilmirəm, onu bilmirəm, necə deyəcəm. Baxın, belə bir cavablarda, əgər özləri razılaşmayanda sizin cavablarınızdan, özləri müəyyən onun içərisində müəyyən suallar çıxardırlar ki, bu zamanda müəllim biraz təşvişə düşür ki, nə edim ki, bu sualı necə cavablandırım? Ümumiyyətcə, müəllimlə valideyn əlaqələri var. Metodika hissəsində də keçmişsiniz həmin hissələri. Bu hissələrə biraz nəzər yetirmək lazımdır. Həmçinin valideynlə müəllimin məqsədi nədir? Yəni ortaq nöqtəsi nədir? Onun övladının uğurudur, düzdürmü?
Bəli. Ümumiyyətcə bu sual mənə də verilmişdi. Ona görə biraz bu sualın üzərindən getdim. Hələ ki digər suallara Aha, toxunmuram. Bizim məqsədimiz nədir? Həm valideynin, həm mənim. Şagirdin irəliləyişi üçün, inkişafı üçün çalışmaqdır. Mən müəyyən bir metodlar təklif edərdim valideynə və valideynindən də fikirlər. İlk olaraq valideynin fikirlərini dinləyərdim. Çünki müəllim təmkinli olmalıdır, valideynin fikirlərini dinləməlidir. Ondan bəli. sonra mən bir metodlar təklif edərdim. Əgər belə deyək, təklif edərdim ki, sizin də müəyyən bir metodlarınız varsa, təklif etdikləriniz nələrsə varsa, artıq onun üzərində ikimizin də ortaq nöqtəmiz nədir? Həm mənim şagirdimin, həm sizin övladınızın uğuru çalışmaqdır. Çünki valideynin bizdən gözlədiyi cavab budur. Qısa, konkret budur. Yoxsa ki, belə deyək də, biz valideyni cəlb etdik, valideynin məktəbə gəlməyə bilər iş səbəbindən, müəyyən bir vaxt olmaya bilər və yaxud da məktəbdən icazə verməyə bilərlər. Buna üçün xüsusi yazılı olaraq icazə almalıdır rəhbərlikdən. Bu kimi səbəblər var. Bu da ki, vaxtın uzanmasına və valideynin narazılığın daha da çoxalmasına səbəb olur. Bizim üçün mən həmişə belə bir... Elnarə müəllimə. Buyurun. Aha. Buyurun Elnarə Agah müəllimə, onda deyə bilərəmmi ki, onlayn görüş təşkil edə bilərəm? xanım, istəyir onlayn olsun, istəyir telefonla, istəyir belə deyək də, əgər ki vaxtı varsa, məktəbdən sonra da, yəni biz onsuz da məktəbdəyik hər zaman, əgər işdən gələ bilirsə bu zamanda görüşə bilər. Yəni təklif edirik hər metodu ki, biz onun ilk olaraq, bəli, görüşdük və yaxud telefonla fərqi yoxdur. Hər tərəfli olsun. Onlayn. Mən onu dinləməyə hazıram. Çünki belə deyək də, mən qeyd elədiyim bəzi məsələlər var. Bəzi müəllimlər deyir ki, biz valideynə onun övladının qiymətləri haqqında məlumat verməli deyilik. Xeyr, verməliyik. Yəni, əgər narazılıq səbəbləri də varsa, biz onu dinləməliyik hər bir zaman. Dinləyirik və biz ortaq mövqeyə gəlməyə çalışırıq. Çünki mən belə deyək də, biz bilirik ki, heç bir müəllim, heç bir şagirdin qiymətini qəsdən kəsmir. Müəyyən bir səbəblərə görə bunu edir. Yəni, başlasaq bundan danışmağa, artıq bizim aramızda müəyyən körpülər yaranacaqdır. Ona görə də eyni məqsəd üçün çalışmalıyıq, qısa, konkret cavablar. Çünki onların nə çox vaxtı yoxdur bizi ən xırdalığı ilə dinləsinlər. İstəyir özünü təqdim etmədə olsun, istəyir digərində. Amma qısa, konkret, əsas səbəblərin üzərindən gedəndə sizə çox sual vermirlər. Və bu zaman da sizin müsahibəniz tez bitmiş olur. Bizim də məqsədimiz budur. Ona görə mən bu sualı sizə verməklə, yəni ümumi auditoriyaya verməklə bunu sizdən dinləmək istədim. Gəl cavablar da dinləyək. Cavablardan, bilmirəm, ekran görüntüsü varmı, yoxmu? Özünə inam, bilik, səmimiyyət, müsahibəyə hər tərəfli hazırlıq, sərbəst özü güvənli informasiya. Tam olaraq müəllimlər qeyd etməyiblər. Çünki orada ikinci hissədə var. Həmin hissədən də qeyd edə bilərdiniz. Əslində, müəllimlər, müsahibəyə gedəndə özünə inamlı olmaq lazımdır. Niyə görə? Əgər bir müəllim imtahana hazırlığa gedirsə, o özünə inamlı olur. Niyə görə müəllimlərdə təşviş yaranır? Bunu da deyim. Çünki bir çox müəllimlər düşünür ki, mən əgər günorta imtahana gedəcəmsə, ikinci növbədə, artıq səhərki suallar günortaya da təkrarlana bilir. Onlar nə edirlər artıq? Sualların strukturunda dəyişiklik edirlər. Müəllimlər də bilmir ki, bu zaman hansı cavabı versinlər və mənə də o sualın cavabını versələr, mən bilməsəm təşvişə düşəcəm. Orada da əzbərləyə bilirik də bəzi belə deyək cavabları. Birdən yadımızdan çıxır və özümüzü itiririk. Və buna görə də müəyyən bir çətinliklər yaşaya bilirik. Amma əslində hərəsinin özünün xüsusi bir hissəsi var ki, burada dediyim uğurlu olmaq məsələsi. Növbəti dərslərdə bunları biraz mən sizə açıqlayacağım yavaş-yavaş. Artıq bunu bildikdən sonra heç bir narahatlığa ehtiyac yoxdur. Bir də müəllimlər, istəyirəm sizlərə bugünkü təlimimizdə özümüzü necə təqdim etməliyik, bu barədə sizlərə məlumat verim. Kimlərin ki, düzgün, bəli, cavab verdiyiniz üçün çox sağ olun. Burada da cavab verilmişsiniz. Geyimi ilə bağlı, bəli, bunlardan da bağlı məlumat verəcəm sizlərə. Bir də ki, özümüzü necə təqdim etməliyik, bu haqda sizlərə danışmaq istəyirəm. Əslində, geyim zamanı bəzən müəllimlər düşünür ki, nümunə olaraq deyirəm, mən yaşıl rəng köynək geymişəmsə, belə deyək, bu normaldır. Yəni, sadə aksesuar taxmışamsa, qadın olaraq bu normaldır. Mənim isə dediyim belə bir məsələ var.
Ümumiyyətcə deyirəm ki, məsələn, saçımız uzunsa saçımızı toplamaq lazımdır, ağ geyinmək lazımdır, müəyyən bir klassik geyimlərdən istifadə etmək lazımdır. Əgər istəyiriksə, bizim müəyyən qədər balımız daha çox olsun, bu göstəricilərə əməl etmək lazımdır. Onlar sizə deməyəcəklər ki, niyə nümunə olaraq deyirəm, saçımız sarı rəngdə gəlmişik. Çünki onlar onu demirlər. Biz sadəcə olaraq onu deyirik və özlərində o meyarlarda ona aşağı göstərici ilə göstərirlər. Və yaxud da ki, müəllimlər müəyyən qədər daha çox makiyaj edirlər və yaxud da ki, müəyyən aksesuarlardan istifadə edirlər. Biraz da üzürlü sayı müəyyən olaraq biraz daha dırnaqlar boyalı vəziyyətdə, rəngli vəziyyətdə artıq müsahibəyə gedirlər. Bu isə yol verilməzdir. Bəzən müəllimlər deyirlər ki, buna baxmırlar. Xeyr, müəllimlər. Hər bir qeyd elədiyim göstəricilərə xüsusi diqqət yetirirlər. Onlar sizə orada heç bir şey deyəməyəcəklər. Yəni ki, niyə belə geyinmisiniz? Bu haqda heç bir qeyd etməyəcəklər. Sadəcə olaraq özlərində bunu müəyyən az balla qiymətləndirəcəklər. Bir də ki, özümüzü təqdim edən zaman ən çox nəyə fikir verirəm? Bəzən müəllimlər başlayırlar ki, mən filan ildə doğulmuşam, filan bölgədə, filan rayonda, filan il məktəbə getmişəm. Bu kimi məsələləri qoyuruq bir kənara. Qısa, konkret yolla. Mən filankəs və filankəs qızı filan təvəllüdəm. Qısa olaraq təvəllüdəm. Ondan sonra başlayan hansı ildən hansı illəri ümumi təhsil məktəbini və yaxud da tam orta təhsil məktəbini bitirmişəm. Qısa olaraq deyirik. Əgər ki, nə zaman bunu açıqlayırıq, o zaman ki, biz məktəbi əlaçı olaraq bitirmişik və yaxud da məktəbdə müəyyən olimpiyadalarda müəyyən bir göstəricilərimiz var. Bu halda həmin hissədə bu qeyd edirik. Ondan sonra başlayıb universitetimizə, hansı universiteti bitirmişik və yaxud da ki, magistratura bitirmişiksə bunu qeyd edirik. Amma dediyimiz zaman elmi cümlələrdən istifadə edirik. Yəni, bəzən müəllimlər burada da biraz cümlələrini uzadaraq qeyd edirlər. Bu isə bizim vaxtımızı itirməyimizə səbəb olur. Əslində, onu qeyd edeyim ki, biz həmin hissədə bizə uzağı 2-3 dəqiqə vaxt verirlər özünüzü təqdim etməyə, maksimum olaraq deyirəm. Bəzən müəllimlər deyir ki, məsələn, məndə biraz çox ola bilər. Çox olmasının əsas səbəbi nədən ibarətdir? Onlar, belə deyək, sizin həmin cavabı almadıqları üçün, ona görə sizin danışığınızı kəsmirlər ki, artıq siz nitqinizə başlayanda özlərində düşünürlər ki, artıq buna neçə bal vermək olar bu müəllimə. Bu düşüncə ilə yanaşırlar. Yəni, bu tərəflər də var. Öncədən deyim sizə. Çalışın ki, nitqinizi 3 dəqiqədən artığa çatdırmayın. Hətta mən deyərdim ki, 2 dəqiqə və bu zamanda uğurlarınız nələrdir, harada işləmişsiniz, işlədiyiniz ancaq təhsillə əlaqəli hissələr olsun. Yoxsa təhsildən kənar əlavə haradasa işləyə bilərsiniz. Yəni, bunu qeyd etməyə ehtiyac yoxdur. Belə deyək, məktəbdə yenə dediyim kimi olimpiyada göstəriciləriniz varsa və yaxud da şagirdləriniz müəyyən olimpiyadalarda yer tutubsa, olsun, hakaton olsun, müəyyən fən müsabiqələri olsun, bunu deyin. Məktəbdə xüsusi idarəetmə işlərində sizin xüsusi göstəriciləriniz varsa, yəni ki, müəyyən bir işlərə görə xüsusi yer verirlərsə, bu haqda məlumat verə bilərsiniz. Yəni, bundan ibarətdir. Bir də ki, yenə dediyim kimi, bəzən müəllimlər deyir ki, mənim test mərhələmin balı aşağı bal olubdur. Bəs bu zaman bunu qeyd edimmi, etməyim? Onsuz orada onlar sizin balınızı görürlər və sizin bütün göstəricilərinizi onlar görürlər. Nə qədər ki, imtahanlarda iştirak etmişsiniz və yaxud da müavinlik olsun, direktorluq olsun və yaxud da başqa yerlərdə hər birisi orada əks olunur müəllimlər. Bir də nəyə qeyd edim? Onsuz görüşə gələndə, məsələn, mənim özümdə məni 3 dəqiqə, 5 dəqiqə məni gözlətdilər, müsahibəm 3 dəqiqə çəkdi. Orada mənim təmkinimi yoxlamaq istəyirdilər ki, bəs mən onlara necə reaksiya verəcəm? Çünki artıq əslində gözlətməli deyirlər. Sadəcə olaraq bizim səbrimizlə yoxlayırlar. Bir də ki, sizə aqressiv olaraq cavab verərək, sizin onlara necə cavab verməyinizlə yoxlaya bilərlər. Yəni, bunda da diqqətli olun bu məsələlərdə.
İndi istəyirəm ki, aranızdan, könüllü bizim iştirakçılarımızdan kim özünü təqdim etmək istəyər? Bax, dediyim göstəricilərə uyğun olaraq, qısa, konkret olaraq özünü təqdim etmək istəyirsə, buyursun. Olar Növbət mənə deyim. Siz Bilmirəm yəni. istəyirsiniz, Aygün xanım. Buyurun. Bəs. Növbəti dərsdə də müəllimlər hazırlaşarsınız. Özünüzü təqdim etmədən bir neçə müəllimdən özünü təqdim etməsini istəyəcəm. Görüm necə təqdim edir. Sonra isə psixoloji suallar, sinifin idarə etməsi ilə bağlı suallar ünvanlayacağım ki, ona cavab verəsiniz. Buyurun Aygün xanım, dinləyək sizi. Aha, bəlkə digər müəllimlər də istəyirsə mən tez İstəyirlərsə edeyim. Bəlkə digər buyursunlar. Yəni müəllimlər. belə deyək, burada əl işarəsi var. Onun üzərinə keçid edərək burada Bu eləsin, evi yoxdur. Kimisi eləsin. Sonra buyurun, mən buyurun. eləyim. Aygün xanım, istəyirsiniz sizlə başlayaq. Sonra kim müəllimlərdən Aha, hansı müəllim istəsə, onu da dinləyərik. çox sağ ol. Buyurun. Aha, mən Qədirova Aygün, Qəbələ şəhərində 1973-cü ildə anadan olmuşam. Orta məktəbi Qəbələ şəhər Üst Ali məktəbdə bitirmişəm və Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirmişəm 1996-cı ildə. Birinci, sonra yenə həmin öz məktəbimdə 28 il pedaqoji stajla biologiya müəllimi kimi biologiya dərsini tədris etmişəm. Birinci sertifikasiyam uğursuz oldu və ikinci şans sertifikasiyadan uğurla keçmişəm. Aygün xanım, üzürlü sayın, bir dənə sizin nitqinizi böləcəm. Deməli, Aygün xanım, baxın, orada doğulmuşam məsələsini ümumiyyətcə qeyd etməyin. Öncədən deyirəm bu haqda. Bir də ki, məktəbi bitirdiyinizi qeyd edin, hansı məktəbi. Uğursuz halda, bilirəm, onsuz da onları görürlər. Yəni, birinci sertifikasiyadan uğursuz olduğunuzu görürlər. Bunu deməyə heç bir ehtiyacınız yoxdur. Sizin orada deməli olduğunuz hissə nədir? Hansı ki, təhsillə bağlı sertifikatınız varsa, yenə dediyim kimi, bəzi müəllimlər deyə bilər ki, bəs müəlliməm, mənim ümumiyyətcə olimpiyadaya gedən bir şagirdlərim olmayıbdı, müəyyən bir uğurlarım olmayıbdı. Mən ilk olaraq öncədən də qeyd etdim ki, AT-də təlimçi olaraq fəaliyyət göstərirəm və bu təlimçilikdə müəyyən bir bölgələrdə, müəyyən İKT istiqamətində müəllimlərimiz təlim kurslarından keçib. ART-in də təlimləri var. Yəni, bu haqda hansı sertifikatlarınız olduqlarını, əsas olanları önə çəkə bilərsiniz. Bunu qeyd eləyə bilərsiniz. Bundan əlavə olaraq isə... Bəli, buyurun. Bir şagirdim olimpiyada, Respublika üzrə olimpiyada yer tutduğuna görə Şəki regional tərifnamə təqdim etmişdi mənə. Yəni, biologiya müəllimlərinə. Bəli, baxın, bunu onsuz da bunların hamısını siz özünüzdə qeyd edəcəksiniz. Ümumiyyətcə, mən müəllimlərin özünü təqdim etmələrini də şəxsiyə göndərirlər, yoxluyuram. Nədəsə düzəliş etmək lazımdır. Onu deyirəm ki, bu hissələrdə düzəliş edin. Sonraki çıxışınıza əlavə edin. Baxın, bunu deyə bilərsiniz. Sizin uğurlu olan göstəriciləriniz nələrdir? Bunu qeyd edirsiniz. Yox, tutaq ki, müəllim deyə bilər ki, deyəcəksiniz ki, müəllimə, bunu da əlavə edirik. Heç ümumiyyətcə yoxdur da, yəni ki, nə olimpiyada yoxdur və yaxud da ki, nəyəsə qoşulmamışam, hansısa nələrdəsə seminarlar olsun, nələr olsun, iştirak eləməmişəm deyə bilərsiniz. Amma öz fənninizlə bağlı araşdırma etmisinizmi? Bəli, yarım final turunu keçsə belə qeyd edirsiniz hamısında. Yəni, belə deyək də, mən də olimpiyada şagirdlər göndərirəm. Elə mütləq deyil ki, bütün şagirdlər hamısı ən son tura qala bilmir. Müəyyən bir turları keçir. Əsas məsələ nədir? Sizin o şagirdləri inkişaf etdirib, o olimpiyadaya, təkcə olimpiyadaya şagird göndərmək, onlara nəzəri olaraq və yaxud da praktik olaraq bilik bacarıqlarla yükləmək deyil müəllimlər. Onu psixoloji olaraq da onu yönləndirməyinizdir. Hər bir şagird qoşulmaq istəmir, axı bu məsələ də var. Sizin orada iştirak edirsiniz, onu aparırsınız və s. Yəni, bəli, bunları qeyd edə bilərsiniz və hətta ixtisasınızla bağlı oxuduğunuz kitablar, yəni deyirəm, heç nəsə yoxdursa, nəsə oraya əlavə etməliyik. İxtisasınızla əlaqəli nələrsə oxumursunuz müəllimlər, yəni bunları əlavə edə bilərsiniz. Hətta uşaqların özünün inkişafı ilə bağlı istəsəz mən sizə ədəbiyyatlar siyahısı verə bilərəm və yaxud da indi belə deyək də, mənim ixtisasım informatikadır, fərqli fənlər var. Yəni, bu barədə axtarış edib bunların da qeydiyyatını götürə bilərsiniz. Çox olmasın sizin özünüzü təqdim etməyiniz.
Özəl kurslarda da fərqi yoxdur. Dövlət özəl kursları, yenə dediyim kimi, mənim özümün təlimçilik etdiyim qurumda artıq bütün bölgələrdə müəllimlər təlimlərə cəlb olunurlar. İstəyir artı olsun, sizə aid olsun. Hər birisi cəlb edir müəllimlər, deyə bilərsiniz. Amma mən imtahanda uğursuzluğumu və yaxud da şagirdim olimpiyada aparmamışam deyə belə nəsə deməyin. Yəni buna narahat olmayın. Bizim əsas istədiyimiz orada